Dostlar, biz məmnuniyyətlə sual-cavab bölməsinə başlayırıq. Bu, bizim forumun çox maraqlı bir hissəsidir. Spikerlərdən də xahiş eləyəcəm ki, sonda ən yaxşı sual verən 4 nəfəri seçək bir yerdə. Nə qazanacaqlar? Adgo şirkətinin promo paketi, Gutenbergdən hədiyyə bağlaması, 360 Marketing şirkətindən Rimonaz VIP transferi, bir də Satqrupdan peşəkar idarəetmə kursu. Belə, dostlar, kimin sualı varsa xahiş edirəm, əlin qaldırsın, biz artıq sual-cavaba başlayırıq. Birinci, siz qaldırdınız, buyurun. Salam, hər vaxtınız xeyir olsun. Adım İlkindir, Karizma MZ şirkətinin sahibkarıyam. Mənim sualım Niyazi bəyədir. Niyazi bəy, burada oturan hər bir spikerlər böyük şirkətlərin CEO-larıdır. Bir sahibkar olaraq adətən strateji idarə etmədə, strategiya yazıldıqda sahibkar daha çox canı yanır. Çünki əməyi var, kapitalı var, xəyalı var. CEO tərəfindən baxanda isə bu biraz daha düşünürəm ki, yəni bəlkə də yanlış düşünürəm, daha az verimlidir. Mənim sualım bundan ibarətdir ki, CEO səhv edəndə nə hiss edir və bir zaman maşını olsaydı, daha əvvəlki strategiya yazdığınızda, səhv qərarınızda o zamana qayıdıb necə dəyişərdiniz o qərarınızı, hansı hisslə? Təşəkkür. Buyurun. Çox sağ olun suala görə. Əslində, düşünmürəm ki, düzgün idarəçiliyi qurulmuş şirkətlərdə CEO-nun sahibkardan uzaq olub, sanki siz qaldırdığınız məsələdə ki, CEO sanki yəni maaşa işləyirəm, bir növ, yəni ki, mən çox sadələşdirmiş şəkildə deyim ki, maaşımı alıram, rahat da yəni işimi görürəm, sahibkar bütün risklər isə sahibkarın üstündədirsə, o yanaşma varsa, deməli, məndə ən azı bir böyük bir sual işarəsi var ki, bu idarə etmə modeli həmin şirkətdə o qədər də doğru qurulmayıb. Yəni, bunun da bir sıra məqamları var ki, necə o idarə etmə sxemi qurmaq olar ki, artıq, deyəsən, Ziya bəy, siz söylədiniz ki, yəni, idarə edicilər şirkətdə bir növ partnyor formasında çıxış etməlidirlər. Yəni, bu qaçırılmazdır. Yəni, bütün kiçik və yaxud iri şirkətlərdə o istiqamətə gedir və bu, məncə, yeganə bir normal bir idarə etmə sxemidir ki, harada ki, ən əsas qərar verən adamlar sahibkarla yanaşı həm uğurları, həm də riskləri paylaşmaq qismində olmalıdırlar. Başqa cürə, məncə, o mümkünsüzdür ki, yəni, adamlarda biz insanıq da həmişə, yəni ki, o uğurların və risklərin bir növ özümüzə təsiri hiss etməsək, siz dediyiniz məqama rahatçılıqla keçə bilərik və o da şirkəti uğursuz bir fəaliyyətə aparacaq. Yəni, burada mən tamamilə razıyam ki, bu formada olmalıdır. O ki, qaldı şəxsi təcrübəmə verdiyiniz sualın ikinci hissəsi ki, yəni, bir zaman maşını olsaydı, geriyə dönsəydim, nə inəyərdim? Məncə, artıq söylədiyim məqamlar idi ki, mənim bu strateji periyodda, danışdığım məqamlar, strateji periyodda olduğum məqamlar, dəyişmək edəcəyim məqamlar, bir, kommunikasiyanı artırardım. Düşünürəm ki, böyük bir səhvim o vaxtı kommunikasiyanı doğru şəkildə aparmamışdım. İkinci böyük bir dərsim o idi ki, mən söylədim, bilməm onu, o məqamı götürdünüzmü, yoxsa yox. Biz həmin ərəfədə şirkətlərin birləşməsi bizdə gedirdi, həm də eyni zamanda strategiyanın yazılması. Ən böyük bir dərs və sizdə də sabahlar ola bilsin ki, hansı birləşmələr olsun və yaxud yeni partnyorluqlar qurulsun və s. Heç zaman birləşmə zamanı strategiya yazmayın. Yəni, bu böyük bir dərs oldu mənim üçün. Çünki birləşərək fərqli şirkətlərdir, fərqli idarə etmə. Mən demirəm ki, hansı yaxşıdır, hansı pisdir. Sadəcə fərqliyik. Və birləşərək o fərqləri bir araya gətirmək birinci prioritet olmalıdır. Sistemlər, insanları bir eyni düşüncəyə gətirmək, idarə etmə sistemləri qurmaq, performansını idarə etmə sistemləri və s. Və yalnız sonra artıq bir vahid bir strategiyanın yazması uyğun bir məqamdır. Bizim haradasa
səhvlərimizdən biri ki, biz eyni anda onları yazırıq. Müəyyən səhvlər var idi, mən onlara çox dərin düşmək istəmirəm. Amma yekunda hardasa onun da nəticələrin fəsadlarını da özümüz yaşamış olduq ki, çünki kifayət qədər çox sürprizlər çıxdı ortalığa, birləşərək biz bir şey nəzərə düşünürdük ki, belə olacaq, slişkam optimistik bir düşüncələr oldu bizdə, yekunda reallıq tamamilə fərqli oldu və s. Yəni ki, bunu bir zaman sonra, birləşmədən sonra bir strategiyanı yazsaydıq, məncə daha uyğun olardı. Bu iki faktoru mən xüsusi olaraq düşünürəm. Çox təşəkkür edirəm. Çox təşəkkür edirəm. Sual başqa. Orada xanım əlini qaldırıb. Şəhla Yusufzadə, Veysəloğlu Şirkətlər Qrupu, Qrupsiyonun qida təhlükəsizliyi üzrə müşaviri. İlk öncə hər üç spikerə təşəkkürümü bildirirəm çox dəyərli fikirləri üçün və sualımı da yenidə hər üç spikerə yönəldirəm, çünki onların fikirləri mənim üçün önəmlidir, qısa da olsa cavab versinlər. Azərbaycanda önümüzdəki, yəni 10 ildə transformasiyanı yarada biləcək ən önəmli idarə etmə bacarığı sizcə hansılar olacaq? Nə ola bilər bu? Təşəkkür edirəm. Çox sağ olun. Kim cavab vermək istəyir? Buyurun Ziya müəllim. Bu suala mən anlarım, mən bayaq sizin deyəsən sizin ünvanlarda sual idi. Yəni ki, böyük o quş baxışı və detallara necə balanslaşdırmaq olar? Bəli. Zaten o ingilislərin bir sözü var, ability of level shifting deyirlər də. Həm lazım olanda yuxarı böyük kartinanı görmək, lazım olanda kiçik dataya düşə bilmək və onlar arasında mütəmadi enib qalxmağı bacarmaq. Bu özü idarə etmə xüsusiyyətlərindən biridir. Zaten bu hər adamda olmur, olmalı da deyil. Yəni və bu rəhbər şəxslərdə də, idarə edici şəxslərdə də bu xüsusiyyət yoxdursa, zaten o düşünürəm ki, rəhbər ola bilməz və növbəti 10 ildə də bu transformasiyanı və yaxud da ki, strategiyaların yazılmasında sual belədir də, növbəti 10 ildə transformasiyanı formalaşdıracaq əsas idarə etmə bacarığı. Əsas idarə etmə bacarığı. Bax, bu bacarıqlardır. Məsələn, biri bu level shiftingdir, biri ability of pattern recognition deyirlər buna. Hansı ki, müəssisənin, sən hansısa bir müəssisəyə və yaxud da ki, deyək ki, müəssisəni sıfırdan qura bilərsən, müəssisədə hazır müəssisəyə sədr təyin ola bilərsən, orada change managementlə məşğul ola bilərsən. Bunların hamısında həm o level shiftingdir, həm pattern recognition'dır, həm də qarşındakıları mental simulyasiya eləmə qabiliyyətləri özündə bulunduran, bu xüsusiyyətləri özündə bulunduran bir bacarıqlar və idarə etmə tərzləri bu transformasiyanı tətikləyən amillərdəndir və bunlar olmalıdır deyə düşünürəm. Çox sağ olun, təşəkkür. Növbəti, cavab vermək istəyir, buyurun. Əlavəniz varsa. Üçümüzə də ünvanlamışdır deyirsən. Bəli, buyurun. O deyər, Veysəloğlu yığışıb, örgütləşib gəlib bura. Şəhla xanım, təşəkkür. Dəyərli əməkdaşımızdır Şəhla xanım, Şəhla Yusufzadə. Sual üçün mən bir kəlmə ilə desək, yəqin ki, o transformasiya AI. Yəni, başqa, bugün üçün başqa bir transformasiya. Yəni, önümüzdəki 10 ili də bəlkə də göstərən, yəni, bilirsiniz, sahibkar və yaxud da ki, idarə edici ümumiyyətlə dəyişimlərə hər zaman hazır olmalıdır. Darwin təkamül nəzəriyyəsi deyir ki, nə ən güclülər, nə ən zəiflər, sadəcə dəyişimə hazır olanlar həyatda qalır. Yəni, biz o dəyişimlərə, transformasiyaya hər zaman hazır olmalıyıq və bugünün dəyişimi AI. Bir də ki, orada sahibkarımız dedi, bizi biraz belə əzişdirdi də CEO-ları. Əgər bir sahibkar öz CEO-suna doğru motivasiya qoymayıbsa, yəni sahibkar onu düşünmək zorundadır. O necə öz CEO-sundan gözləyə bilər ki, sən öz komandaya doğru motivasiya, doğru strategiya müəyyən elə. Onun üçün strategiyanı birinci, əlbəttə ki, sahibkarla birlikdə CEO müəyyən edirsə, doğru paylaşırsa o motivasiyanı və strategiyanı, əlbəttə ki, CEO da, yəni o şirkətin, yəni sahibkardan daha az canı yanır demək. Ona qədər yanır, yanmır, o biraz ölçü məsələsidir, amma düşünürəm ki, ən az sahibkar qədər canı yanır. Əlbəttə ki, biznesin başındasansa, iki məsuliyyət var səndə. Həm sahibkarın məsuliyyəti var, həm komandanın məsuliyyəti var.
Təşəkkür. Mən də bir əlavəm var idi. Suallar çoxdur deyənə vaxtımız da görürəm ki, çox xoşdur suallara cavab vermək. Xüsusən də sizin qeyd etdiyinizə görə uzun olaraq indiki süni intellekt zamanında absolut bilik artıq bir əmtəə məhsuluna dönür. Yəni absolut biliyin dalınca getmək, getdikcə süni intellekt modelləri istənilən adam o absolut biliklərə çox qısa bir zamanda aksesi ola bilir. Təbii ki, indi mən hər bir şeydə demirəm, hər bir tibb sahəsinin bəlkə süni intellekt ən gec çatacaq bir sahə ola bilir və s. Amma böyük sahələrdə indinin özündə, siz özünüz də baxsınız, hansı bir məqamı Google-dan istifadə edirsiniz. ChatGPT-yə ya da ki, Anthropica, Cloud-a daxil edirsiniz ki, mənə bir dənə slayd edin. Mən sizə təqdim elədiyim slaydları 3 saat ərzində Cloud-un içində eləmişəm. Yəni ki, bu reallıqdır, bugünün reallığıdır. Yəni ki, mən öz biliklərimi onunla paylaşdım və oturdum, ondan danışdım və bu slaydları təqdim elədim. Dəyişən və işçilərdə görmək istədiklərimiz məqam mənə görə sizin əlavə olaraq 2 dənə məqamdır və onlara tələb olur. 1. Öz bilikləri və bacarıqları daimi inkişaf eləmək bacarığı, daimi öz üzərində çalışmaq bacarığı, özünü riskil eləmək və 2, hətta ondan da önəmli, İngilis dilində ona judgment call in uncertainty, yəni ki, qeyri-müəyyənlikdə qərar vermə bacarığı. Qeyri-müəyyənlik hal-hazırda hər yerdədir. Və kim ki, qeyri-müəyyənlikdə daha uğurlu qərar vermə bacarığına malikdir, uğurlu olacaq. Çox təşəkkür, çox təşəkkür. Buyurun, növbəti sual. Siz. Mikrofon verərdiniz. Mən Hacıyev Elşad, Göygöl Şərəfzovun satış müdürü. Mənim sualım Məmmədqulu müəllimədir, hörmətli Məmmədqulu müəllimə. Birinci sualım. İkinci sualım hörmətli Ziya müəllimə. Elşad müəllim, xahişəm, bir sual. Oldu. Məmmədqulu müəllim, bir məsələ ilə bağlı soruşmaq istəyirdim. Əgər satışları növbəti 12 ay ərzində artırmalı olsaydıq, hansı ilk 3 addım atıla bilərdi? Çox sağ olun. Sizin strategiyanızı bilmək istəyirlər. Əslində, Elşad müəllim biraz distribütör sahəsində belə, ya istehsalat, yəni hansı tərəfdən cavab, ya hər ikisinin tərəfdən az da olsa təcrübəm var. Deyək ki, distribütör. Distribütör tərəfdən. Ümumiyyətlə, dediyim kimi, bazarı doğru ölçmək lazımdır. Bazarda həmin sizin satdığınız Göygöl şərab, doğru mu? Gözəl məhsullarınız var, yəni o məhsulların bazar payı nədən ibarətdir və hansı bazar payına siz necə deyim, özünüzü hazırlamısınız, sizin resurslarınız onun üçün hazırdırmı? Deyəlim ki, bazarın payı 100-dürsə bu dəqiqə, 2 dənə yolu var. O 100-dən 40 alma və yaxud da 50 alma və yaxud da ki, o 100-ü 120 etmə. Baxın, maraqlı bir kiçik təcrübəmi paylaşım. 2004-cü il idi, biz AVK deyilən bir fabrikin Azərbaycan distribütörü idik. Avrabenko, AVK, onun satış direktoru gəlmişdi, yay idi. Bakıda həmin il 2004-də çox adam bəlkə də xatırlayar, çox isti idi. 41-42 dərəcə isti var idi. Mağazalarda da o vaxt ümumiyyətlə kondisiyeri yoxdur. O bir şokoladı götürdü, onların şokoladı vardı. Belə şokoladdan belə başladı, belə dammağa şokolad. Dedi ki, siz ümumiyyətlə nə edirsiniz də, yəni bunu hara satırsınız? Yəni yayda şokolad satmağı başarmaq və yaxud da qışda soyuq su satmağı başarmaq, yəni onu planlamaq lazımdır. Amma onu necə etmək var? Yəni o boşuna deyildi. Biz nə etmişdik? Maşınlarımıza hamı şokolad yayda satılmaz dediyində kondisioner qoymuşduq. Yəni onun üçün bir şərait yaratmışdıq. Mağazaları təşviq edirdi ki, mağazalarınıza kondisioner qoyun. Yəni bazarın ümumiyyətlə böyük, siz 40 manatlıq bir mal sata bilərsiniz 100 birimdən. Amma o 100-ün 40-ı da ola bilər və yaxud da bazar 60-a düşürsə yayda, onun 50-si də ola bilər. O zaman bazar payız daha yuxarı olar. Yəni yaxşı deyir satıcı belə deyil, müştərisinin istədiyi qədər deyil, özünün hədəflədiyi qədər satış etməyə başarmalıdır. Buyurun. Çox təşəkkür edirəm. Estağfurullah. Buyurun.
Hər birinizə salamlar. Səmədova Aysel, Mega Həyat Sığortada çalışıram. Sualım ümumidir. Strategiyanı dəyişmək qərarını siz bəlkə də çox qısa zamanda verirsiniz rəhbər olaraq. Amma cəbhə xəttində yeni sahədə çalışan minlərlə əməkdaşın bu strategiyanın dəyişikliyinə adaptasiya olması müəyyən müddət zaman alır. Bir rəhbər olaraq sizin strateji düşüncənizin sürətinin, adaptasiya sürətinə çatmasını necə təmin edirsiniz? Kim cavab verməsi? Buyurun Mən Məmməd qulu. başlayım. Buyurun. Ziya müəllimi biraz challenge elədilər deyəsən. Test strategiya. Yox, əslində elə deyil. Özdə sığorta sahəsindəndir. Düşünürəm ki, əməkdaşlardan narahat olurlar. Yəni strategiyanı biz tez-tez dəyişmirik. Elə bir anlayış yoxdur. Mən düşünürəm ki, Ziya müəllim özü də deyər, amma strategiya Ziya müəllim nə demək istədi? Yenə deyirəm, onun əvəzindən cavab verməyim. Bu strategiya dəyişdi. Yəni bazarın dəyişimlərinə ayaq uydurmaq üçün yeni strateji həlli yolları ortaya qoymaqla strategiyanı dəyişmək bunlar fərqli bir şeylərdir. Yəni pandemiyadır, strategiyanı dəyişməliyik, onda cəmaət narahat olacaqsa, amma bu bazarın tələbidir. Başqa bir şey nə edə bilərik ki? Onda hamımız bir yerdə batarıq. Yəni onu mu istəyərik? Strategiyanı canlı tutmaq lazım. Canlıdır, əlbəttə canlı tutmaq. Strateji həlli, yeni strateji həlli yollar. Əlbəttə ki, şirkətin strategiyası nədir? Birlikdə komanda yaradıb, yaxşı gəlir əldə etmək, bu strateji bir daşımalar etmək. Bu strategiya, amma o strategiyanı bir pandemiya, bir fərqli fürsət yaranıbsa, müharibə başladı. Yeni həlli yol ortaya qoymalıyıq. Ona görə də onu da əlbəttə ki, komandanın özü ilə paylaşma, onu da anlayıram, komanda ilə doğru paylaşılmalıdır, komanda doğru anlamalıdır, özününkiləşdirməlidir. Bəzən rəhbər elə etməlidir ki, elə bir ki, o qərarı oyuq komanda verdi. O zaman komanda daha çox o işə sahiblənir. Bu mənim qərarımdır. Müdürün mənə dediyi deyil. Onu dedirtmək varsa, burada heç bir problem yoxdur. Strategiyanı hər zaman dəyişmək olar. Sağ olun. Normaldır. Üzülü sən. Mikrofonu Vüqar müəllimə verə bilərsiniz. Vüqar Zeynalov, Müller İnteriyer şirkətinin rəhbəri. Sualım indi kim cavab vermək istəyir, versindir. Məmməd Qulu mənim burada bir qədər çox yükləndi. Yəni, söhbət nədədir? Söhbət ondadır ki, Ziya müəllim öz çıxışında dedi ki, strategiyanın formalaşmasında sahibkarın baxışı nə qədər risk götürə bilir üzərinə, nə qədər riskə gedəndir. Mən qısa sual verəcəm. Yəni, sahibkarın da müəyyən məsuliyyəti var da, sözsüz ki. Yəni, sahibkarı da bir şeydən çəkinməlidir. Belə deyək də, işçini şöbə müdürü işdən çıxarda bilir, şöbə müdürünü idarə edici işdən çıxarda bilir, idarə edicini sahibkar işdən çıxarda bilir. Bəs sahibkarı işdən kim çıxardır? Sualım budur. Çox sağ olun. Çox sağ olun. Kim cavab vermək istəyir? Müəllim dedi, mən yüklənmişəm, cavab verməyəcəm. Yəni, sual odur ki, sahibkarı kim işdən çıxardır, yoxsa necə bir Bəli, bəli. Mənim cavabım belə olacaq. Sahibkarın məqsədi işdən çıxmaqdırmı? Deyək ki, idarə edicinin çəkinəcəyi odur ki, sahibkar işdən çıxardacaq. Düz deyil. Mən belə bir şey deyim də, Vüqar müəllim sizə. Deməli, Vüqar müəllim, siz cavab vermək istəyirsiniz. Buyurun. Bu sahibkar biznes sferanı təmsil eləyir. Cəmiyyətdə 3 tərəf iştirak eləyir. 1. Dövlət, 2. Biznes, 3. Cəmiyyət. Dövlətin biznes və cəmiyyət üzərində məsuliyyəti var. Bizneslərin dövlət və cəmiyyət qarşısında öhdəlikləri var. Sahibkar biznesdir. Sahibkarı işdən çıxartmırlar. Sahibkar dövlət tərəfindən, dövlətin qayda qanununa əməl eləməlidir. Onun götürdüyü risk dövlətin regulativ bütün qaydalarına pozmalı deyil və cəmiyyət qarşısında da korporativ sosial məsuliyyətini kifayət qədər icra eləməlidir. Yəni, sahibkarı bax o 2 unit ittiham edə bilər. Ona görə sahibkarın o risk apetitini formalaşdıran dövlət və cəmiyyətdir. Yox, əslində, haradasa Ziya bəyin dediyinə qoşuluram. Mən düşünürəm ki, zaten ona görə hər kəs sahibkar ola bilmir. Çünki sahibkarın da əsas özəlliyi də ondan ibarətdir ki, sahibkar daimi risk götürmə və uğursuzluğa hazır olacaq və ondan sonra yeni fürsətlərə, yeni müəyyən
fürsətlərə yenə də qədəm ata biləcək bir insandır. Hər adam da onu bacara bilmir və zaten ona görə də hər adam da sahibkar da ola bilmir. Buyurun. Müştəri. Yanaşma, bəli. Bu da bir yanaşma. Çox sağ Yox, olun. müştəri bir neçə stakeholderdan biridir. Vüqar müəllim, mən o sualın cavabı ilə sizin dediyiniz cavabla tam razılaşa bilmirəm. Razılaşıram, ona görə ki, siz deyirsiniz, amma yəni müştəri stakeholderlardan biridir. Sahibkarın stakeholder qarşısında hansı stakeholderlar qarşısında çıxış edir, ona baxmaq lazımdır. O müştəridir, o supplierdir, o dövlətdir, o cəmiyyətdir. Bütün bunların hamısını sahibkar o öhdəliklərin hamısını icra eləməlidir. Yəni tək müştəridir demək məsələni hesab edirəm ki, daraldır. Çox sağ ol. Təşəkkür edirəm. Orada Nicat bəy, siz sualınız qalmadı. Okay. Tamam. O zaman bura verin sualı. Zəhmət olmaz. Salamlar, Orxan Mikailov. Sualım əslində hər üç spiker olacaqdı, amma müəllim dedi, Məmmədqulu müəllimi çox yükləməyək. Niyazi müəllim, sizə verim sualımı. Əslində, strategiyadan danışdıq hamımızda və burada sualların çoxu strategiya yanaşma, hədəflərin müəyyən olması və s. Bir də bəs bu strategiyanın həyata keçirilməsində insan kapitalı var da, yəni bu danılmazdır, qaçılmazdır. Tabiçiliyinizdə olan top menecmentdən, job description-ından əlavə, vəzifə öhdəliyindən əlavə, hansı mental olaraq, mental yanaşmasında və onların düşüncə tərzində gözləntiniz nədir? Mən öz çıxışımda da onu qeyd elədim. Əslində, çox önəmli məqam burada təkcə texniki bacarıqlar yox, onun, belə deyək də, liderlik bacarıqları. Amma liderlik bacarıqları dedikdə biz çox vaxtı çox geniş çərçivədə danışırıq. Lider, nə bilim, vizyon formalaşdıran olmalıdır, missiya formalaşdıran, ruhlandıran və s. və s. Yəni çoxlu bir nüansları var. Bunlar hamısı doğrudur. Amma bir şirkət olaraq, mən üzr istəyirəm sizin, biz fotoqrafdan icazə istəyə bilərik. Çox sağ olun. Sizin şirkətinizin özünüzə məxsus bir gözləntilər olmalıdır ki, liderdə sizin üçün, sizin sektorunuz üçün önəmlisi nədir? Çünki biz liderlik gözləntiləri dedikdə, yəni ki, biz insanlar belə formalaşmışıq ki, bizə uşaqlıqdan bir növ bir qayda şəklində, ən azı bir gözlənti şəklində bizə söylənilməsə, biz artıq öz cızığımızı, öz yolumuzu seçməyə başlayacağıq. Və böyük şirkətlərdə də o kifayət qədər qorxulu bir məqamdır. Çünki artıq şirkətin idarəçiləri, liderləri hərə bir tərəfə apara biləcək şirkəti. Ona görə liderlik gözləntilərin olması da çox önəmlidir. Və ikinci məqamı və ona istinad, yəni sizin sualınıza cavab olaraq, liderlərdə həm təyinat prosesində, həm onların performansını idarə etmə prosesində təkcə texniki bacarıqları, nəticələri yox, onların, yəni başqa sözlə desək, nəyi edəcəyinə görə mükafatlandırmırlar, hətta necə eləyiblərsə, o da çox önəmli bir məqam oynayır. Və onlar da onu anlayırlar ki, yəni mən hansı bir nəticəyə çatmışam və təbii ki, indi əvəzində hansısa bir mükafatlandırma mənə gözləyir, maddi, mənəvi, yeni promotion və s. yəni gözləntilər varsa, yəni o tək kifayət deyil. Sən ona hansısa bir insanları sıxışdırmaqla, başların üstündə getməklə, nə bilim, bizim liderlik prinsiplərinə uyğun olmayaraq çatmısansa, deməli, sən o mükafatlandırmanı ala bilməyəcəksən və hətta ola bilsin ki, artıq o səviyyədəsən ki, bəzi misallar vardır, elə bir toksik mühit yaratmışsan ki, artıq bəlkə sənin üçün burada bir yer də olmasın. Və elə qərarlarda qəbul etməkdən çəkinmək lazım deyil. Yenə də o top oyuncular məsələsinə gəlib çatmaqda. Yəni, top oyuncular çox önəmlidir şirkətdə, olmalıdır. Amma o gedib toksik mühit yaradırsa, yəni artıq burada bir balans çəkilir. Ona görə demək istədiyim odur ki, sizin bir gözləntiləriniz olmalıdır. O gözləntilərinə uyğun olaraq hamıya tətbiq olunmalıdır. Bir növ. Çox təşəkkür edirəm. Son iki sual. Buyurun, xanım, siz mikrofonu verin. Sonra da siz, sonuncu sualla siz verəcəksiniz. Salam, hər vaxtınız xeyir olsun. Mənim sualım Niyazi Əmirbəyovadır. Niyazi müəllim bildirdi ki, hal-hazırda... Özü təqdim edə bilərsiniz.
Bəli, mən Mahal Abayeva, marketoloqam və mənə bir marketoloq olaraq çox maraqlıdır ki, Niyazi müəllim bildirdi ki, hal-hazırda Azərbaycanda ailələrin, əksər ailələrdə, evlərdə sizin məhsullarınız daha doğrusu istehlak olunur. Gələcək nəsillər üçün bu yenə belə qalsın deyə rəqəmsal bir dövrdə istehlakçını əldə saxlamağımız üçün siz bazarı yenə araşdıracaqsınızmı, yoxsa orada bazardakı davranışları dəyişəcəksinizmi? Yəni hansı strategiyanın? Blue Ocean strategiyanı seçəcək, yoxsa başqa strategiya yolları, belə deyək? Məncə hər ikisi önəmlidir. Məncə gələcək strategiyalar və artıq nəsillərin dəyişdikcə biz onu görürük. Düşünürəm ki, həmkarların xüsusən də Məmmədqulu bəy, yəni ki, retail sektorunda bunu canlı şahididir. Biz də onu görürük ki, gələcək nəsillərdə artıq, yəni ki, davranış tərzləri özündə də dəyişir. İstehlak elədiyi məhsullarda necə onu istehlak eləmək istəyirlər, hansı məhsullardır, onlar daha çox müəyyən qədər niyə sualına cavabını axtarırlar, müəyyən bir məqsədləri bilmək istəyirlər və s. Yəni ki, kifayət qədər maraqlı bir dinamika baş verir. Plus, nəzərə alsaq ki, datanın, sosial şəbəkələrin, süni zəkanın bizim həyatımıza daha aktiv şəkildə daxil olmağından isə o da istənilən halda müştəri istehlakçıların maraqlarına yəni ki, təsir edir. Təbii ki, bizim istehsal edədiyimiz istər buğda olsun, istər un olsun, hansı ki, misal üçün sizin istifadə elədiyiniz zavod çörəyində əksəriyyətində bizim unumuzdur və yaxud yediyiniz toyuğun yemlənməsini biz təşkil eləyirik. Siz bizi bilməsəz də, yəni ki, amma bilin ki, məhsullarda biz varıq, belə deyək. Təbii ki, müəyyən qədər onlar istənilən halda qalacaq. Yəni ki, biz insan olaraq hardasa bizim biznes üçün də bu yaxşı bir xəbərdir. Nə olsa da belə və pandemiya da onu göstərib, biz nəyisə yemək istəyəcəyik, enerji bizə lazımdır. Məncə biz o kosmik gəmilərdə yeyilən, o tübükdən yeyilən yemlərdən hələ də ki uzağıq. Amma hansı formada qida məhsullarını istehlak eləmək istəyəcək? Tamamilə doğru. Glutenli, glutensiz, nə bilim, süd məhsulları daha sağlamlığa doğru, daha tez bişirilən, daha sağlam tərkibli, şəkərdən az olan. Bəli, bunlar hamısı artıq trendlərdir, bu reallıqdır. Və onlar bizi tamamilə biraz fərqli bir məqamlara aparır və təbii ki, yəni biz yeni strategiyanı formalaşdıranda bu trendləri çox ciddi şəkildə öyrənirik ki, yəni onları bir növ onlara uyğun olaraq öz məntiqi strategiyamızı qura bilək. Çox sağ olun, çox təşəkkür. Sonuncu demişdim siz. Buyurun. Maksimum lakonik, qısa. Baş üstə Anar müəllim, çox sağ olun. Salamlayıram hər kəsi. Anar müəllim, başda sizə dəyərli spikerlər çox sağ olun. Qəşəng izahat verdiniz, dəyərli vaxtınızı ayırdınız. Mən Natiq Hüseynov, Aktiv Enerji şirkətinin təsisçi direktoruyam. Bu təsisçi olmaq, sahibkar olmaq çətin məsələdir. Qısa bir, üç nəfərdən də xahiş edirəm, kim cavab versə, üçünüz də dəyərlisiniz bizim üçün. Biz çox əziyyət çəkirik sahibkar olaraq CEO seçməyə, güvənməyə və elə bir plan istəyirik ki, sahibkar olaraq, yəni biz dəstək olaq arxada, təbii ki, işin arxasında əziyyəti biz çəkirik. Amma neyəsə görə bir yazılmış hazır bir forma varmı ki, sahibkarlar inkişaf eləmək üçün CEO seçməkdə və yaxud şirkəti idarə eləməkdə belə bir kommunikasiya qurmaq, belə bir rahat plan qurmaq ki, bu iş davam eləsin, daha yaxşı inkişaf eləyək, qabağa gələk. Bununla bağlı qısa bir sizdən çox sağ olun, fikir istəyərdim. təşəkkür. Kim cavab vermək istəyir? Yəni, sahibkara CEO seçimi necə asanlaşdırmaq olar? Sual belədir. Bu sahibkarlıq deyəndə, Anar müəllim, əgər müəssisə baxır, sahibkarlıq fəaliyyətinin harasından başlayırsınız, hansı həcmdən başlayırsınız? Yəni, müəssisə əgər belə deyək də, təzə vaxtıdırsa, kiçikcə olur ki, CEO seçməyin, elə özünüz CEO-luq eləyin. Müəssisə bir yerə gəlib çatıb, artıq ikinci bir biznes, nə bilim deyək ki, şaxələnmə başlayana qədər. Əgər şaxələnmə yoxdursa, elə özünüz də CEO-luq eləyin, ən yaxşısı odur. Siz bu sualın o birinci yoldaş da cavab verdi. Sual kifayət qədər ağır sualdır. Kifayət qədər müzakirə tələb edən sualdır. Yəni, CEO seçmək, kadr seçmək demək deyil də. Yəni, bu partnyor seçməkdir. Partnyor seçməkdir. Yəni,
Əlavəm Ziya müəllimin dediyinə və müəllim sizin sualınıza əlavə odur ki, hardasa Ziya müəllimin dediyi ilə mən də razıyam ki, ümumiyyətlə idarəetmədə baxsaq, indi startaplardan başlayır, sonra kiçik biznes, orta, böyük və s. Sahibkarlar adətən, yəni ki, bu dünyada bir müəyyən bir xəttə qədər özlərinin CEO-su qalması daha məqsədə uyğundur. Yəni ki, biznesin müəyyən bir səviyyəyə çatana kimi. Müəyyən bir səviyyədən sonra artıq hətta sahibkarın şirkətin başında qalması artıq bir toksik mühitə gətirib çıxarda bilir. O anı tutmaq, mən sizə neçə milyon revenue-da bunu keçmək lazımdır kimi bir cavab çətin ki, kimsə sizə versin. Təbii ki, o biznesin özünün özəlliyindən, bazarda gedən proseslərdən və s. və sahibkarın geri dönüşə də şey ola bilir. Yəni ki, geri dönüşə nə qədər açıqsınız ki, sizə öz komandanız və s. onu desin ki, yəni artıq bura bir idarəçiyə ehtiyac var. O ki, qaldı idarəçi ilə sahibkarın arasında biraz öncə verilən suala da cavab olaraq ki, yəni burada çox önəmli bir təkcə idarəçi ilə sahibkarın yox, ümumiyyətlə idarə etmədə də hər mərhələdə nə qədər mümkündürsə, kommunikasiya qaydalarını və qərar vermə qaydalarını bir kağız üstünə yazmaq. Bu bir artıq razılaşma olur. Misal üçün, özümün rəhbər elədiyim şirkətdə bizdə çox net bir neçə səhifədən ibarət olmuş bir yəni ki, sənəd var ki, harada konkret olaraq yazılıb ki, hansı qərar mənim üzərimdədir, hansı qərar sahibkarın, hansı qərar mənim CXO-larım üzərindədir, şöbə müdürlərin, mənim müavinlərim üzərindədir. Və çox önəmli odur ki, nə qədər də istəsəniz də o keçməmək. Siz özünüzdə zaten onsuz da müəyyən bir performansı ölçən bir vasitələri saxlaya bilərsiniz. Dashboardlarla, nə bilim, aylıq görüşmələrlə və s. Amma qərar vermə səlahiyyətlərin bölüşməsi məncə bu istiqamətdə atılacaq ən mühüm bir addım olmalıdır. Bir əlavə eləmək istəyirəm qısaca. Bir də siz özlüyünüzdə müəyyənləşdirməlisiniz ki, siz biznesmensiniz, yoxsa investorsınuz. Yəni bir investorsuzsa, bəli, CEO seçməlisiniz. CEO seçməlisiniz, CEO vizyonu formalaşdırmalıdır, özü strategiya yazmalıdır, siz də ondan faizinizi almalısınız. Yox, əgər biznesmensinizsə, CEO deməli özünüzsünüz. Sizin axtardığınız əslində CEO deyil, executive assistentdir. Çox təşəkkür. Sağ olun. Çox sağ olun bu maraqlı müzakirələrə görə həm spikerlər, həm iştirakçılar. Biz əvvəldə söz verdiyimiz kimi bizim 4 hədiyyəmiz var. Spikerlərdən xahiş eləyəcəm, hərəsi azı bir nəfər seçsinlər. Məmmədqulu müəllim, sizdən başlayaq. Kimi seçərsiniz? Ədqo şirkətindən hədiyyə paket. Natiq müəllim sualını seçərdim. Bir sahibkar kimi sualını da bir qısa olaraq belə bir şey də deyim. Natiq müəllim, 100% əmin ola bilərsiniz ki, heç kimsə sizin biznesinizi sizdən daha çox sevib, daha çox yaxşı idarə edə bilməyəcək. Əgər bir biznesdirsə, mən həmkarlarımdan tamamilə razıyam. Əgər ikinci biznesiniz varsa, artıq siz onu pis idarə edəsiniz. O %100 sizə CEO lazımdır. Amma bir biznesdə kəsinliklə siz özünüz CEO'sunuz. Əgər hansısa investor və belə deyim, sahibkar düşünürsə ki, mən artıq yorulmuşam, biraz istirahət edeyim, mümkün deyil. Sağ olun. Siz Natiq müəllim seçirsiniz. Buyurun Natiq müəllim. Zəhmət olmasa gəlin hədiyyəni təqdim edin Natiq müəllimə. Təşəkkür edirəm. Mən cavab verməsəm də belə. Hədiyyə sizin. Həmkarlarım düşünürəm ki, gözəl cavab verdilər. Sağ olun. Təşəkkürlər. Mən minnətdaram. Sağ olun. Sağ olun. Görüşərik. Sağ olun. Uğurlar. Sağ olun. Ziya müəllim. O birinci yoldaş sahibkar, adı xatırlamıram. İlkin bəy. Buyurun İlkin bəy. Gutenberg şirkətindən hədiyyə. Ziya müəllim, buyurun. Yanlış anlaşıldım. Yox, estağfurullah, heç bir. Yox, əksinə. Çox xoş idi. Məqsədim fikirlərinizi, dəyərlərinizi Yox, çox gözəl oldu. İstəmək lazım, düz eləyir. Sağ olun.
Üçüncü hədiyyəni Niyazi müəllim zəhmət olmasa sizədir. Mən özüm də gələcəklə çox maraqlanıram deyənə, mənim Veyseloğlu şirkətindən xanım verdiyi sual çox xoşuma gəldi ki, gələcəkdə hansı biliklər və bacarıqlara ehtiyac var, ona görə onu seçərdim. Buyurun. Sizə görə yox. 360 marketinq şirkətindən Rimonaz VIP transfer. Siz sağ olun, çox gözəl sual verdiniz ki. Sağ olun. Çox sağ olun. Sağ olun. Birini də icazənizlə mən seçim. Mahal xanımın sualı yaxşı, xoşuma gəldi. Buyurun. Sat Qrup şirkətindən peşkar idarəçilik kursu. Buyurun. Siz sağ olun. Sağ olun. Sizinlə şəkil çəkdirək bir daha. Belə. Yəni, duraq şəkil çəkdirək. Və beləliklə də həm moderatorumuza, həm də hər üç spikerimizə təşəkkürlərimizi bildiririk. Xatirə şəkli çəkdirə bilərsiniz alqışlarınızla təbii ki. Niyazi bəy, Ziya bəy, Məmmədqulu bəy, hər birinizə təşəkkürlərimizi bildiririk. Və dostlar, artıq forumumuzun ilk panelini yekunlaşdıra bilərik. Bu o deməkdir ki, indi biz ayrılacağıq nahar fasiləsinə. Nahar fasiləsinə zəhmət olmasa bəclərinizi də götürün. Bəclərinizdə hansı restoranda nahar eləyə biləcəyiniz qeyd olunub və daha sonra isə vaxtında qayıdın ki, biz ikinci panelimizə də vaxtında start verək. Hər biriniz indidən nuş olsun.